Son günlərdə Azərbaycanda hicab məsələsi yenə də gündəmdədir. Bəzi düşünmə qabiliyyətini itirmiş olan şəxslər son günlərdə ortaya çıxıb belə deyirlər. Məktəbli qızlar məktəbə hicabsız bir şəkildə getsinlər, öz uşaqlıqlarını məhv eləməsinlər və bu qərarı yetkinlik yaşına çatdıqdan sonra versinlər. Bu yetkinlik yaşda nə vaxt gəlib çatır, o da heç bilinmir. Mini yubka, makiyaj, dar paltar və sair bunun kimi şeylər. Bunlar uşaq tərəfindənmi seçilir, yoxsa valideyn tərəfindənmi? Təbii ki, sözsüz ki, valideyn tərəfindən seçilir. Yəni bir sözlə hər bir ana, hər bir ata öz övladını özləri necədirsə, onları necə görmək istəyirlərsə, elə də böyüdürlər. Uşağı nə geyinsin, kimlərlə oturub dursun, kimlərlə danışsın, nə yesin, nə içsin, nəyə inansın, bunların hamısını valideyn özü təyin etmək istəyir. Ki, zaten əslində də belə də olmalıdır. Çünki az yaşlı bir uşağın doğrunu yanlışdan ayırt etmək kimi bir qabiliyyəti yoxdur. Müsəlman bir valideyn öz övladına haqq olan hicabı, iffəti, əxlaqı, təsəttürü öyrədir. Çünki bu, Allah Əzə və Cəllənin əmridir. Qərbin əxlaqdan yoxsul olan düşüncəsini özünə ilah edinmiş olan valideynlər öz övladlarına istədiyini et düşüncəsini təbliğ edirlər. Yaxşı, bəs indi mənə de görüm, sən kimin əmrini yerinə yetirirsən? Sən kimin əmrlərinə itaat edirsən? Sən kimin əmrlərindən oturub durursan? Niyə sənin elədiyin azadlıq bizim elədiyimiz isə məcburiyyət sayılır? Bunu kim təyin edir? Bunu nəyə görə ayırd edirsiniz? Əgər sənin dediyin kimi hicab bir uşağın uşaqlığını əlindən alırsa, onda niyə ona bikini geyindirmək, ona makiyaj etmək onun uşağını əlindən almasın? 6 yaşlı qız uşağı bikini geyinəndə nədənsə heç kim buna çıxıb danışmır. Nədənsə hamı lala dönür. Lakin hansısa bir qız uşağı əxlaqlı bir şəkildə hicab taxır deyə həmin lallar çıxıb bülbülə dönürlər. Niyə hansısa bir qız uşağının başındakı hicab cəmiyyətə heç bir ziyan vurmadığı halda sən onun hicabına dil uzadırsan? Deməli, sənin problemin uşaqların seçimləri ilə deyil. Sənin problemin müsəlmanların milli və mənəvi dəyərləri iləndir. Nəticə etibarı ilə görünən odur ki, bütün valideynlər öz uşaqlarını öz istəklərinə uyğun böyüdürlər. Sadəcə olaraq fərq budur ki, bu böyütmə tərzinə azadlıq deyənlər nədənsə heç bir qınağa məruz qalmırlar. Lakin bu böyütmə tərzinə Allahın əmri deyildikdə həmin valideynlər qınağa məruz qalırlar, daşlanırlar. Və əgər sən həqiqətən azadlıq tərəfdarısansa, nə üçün mənim azad bir şəkildə geyinməyim səni bu qədər narahat edir? Məgər biz azad insanlar deyilikmi? Məgər biz müasir insanlar deyilikmi? İndi de mənə, bəs bu uşaqlar kimə bənzəsin? Əxlaq rəmzi olan Məryəm anamıza mı, yoxsa əxlaqsızlığın rəmzi olan Madonnaya mı?